Nəcran yepiskopunun sualları. Nəcran tayfasının böyük alimi və dini rəhbəri Nəcran yepiskopu Əli əleyhissalamın huzuruna gəlib bir-bir suallar verdi. İndi onların bəzilərini qeyd edirik. Yepiskop, mənə o şeydən xəbər ver ki, dünya əhalisinin əlindədir. Ondan istifadə edirlər, amma behişt meyvələri kimi onda heç bir azalma müşahidə olunmur. Həzrət Əli buyurdu, o Qur'andır ki, dünya əhli ondan istifadə edərək bütün ehtiyaclarını təmin edirlər və onda heç bir nöqsan, azalma əmələ gəlmir. Yepiskop, yer üzündə axıdılan ilk qan hansı qan idi? İmam buyurdu, siz Məsihilərin inancına görə o Adəmin övladı və Qabil tərəfindən qətlə yetirilən Habilin qanı idi. Lakin belə deyildi. Yer üzündə axıdılan ilk qan Qabili dünyaya gətirdiyi zaman Həvvanın bətnindən xaric olan qan olmuşdur. Yepiskop, düz dedin, deyə cavab verdi.